Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil levəliyyikel fərəc. Məkasib kitabında qumar bölümündən ikinci dərsi oxuyuruq. Keçən dərsimizdə bu bölümdə oxuduq ki, bəzən qumar oynamaq əvəzlə olar, bəzən əvəzsiz olar. Yəni, bəzən görərsən ki, iki nəfər qumar oynayır, bir məbləğ qoyublar aralarında. Kim utsa, o məbləğ onundur. Bəzən qumar oynayarlar və lakin aralarında heç bir məbləğ təyin eləməzlər. Mərhum şeyx buyurdu ki, birinci surət, yəni qumar oynanıla və orada bir məbləğ də təyin oluna. Buyurdu, və la işqalə fi hurmətihi və hurmətul ivəz. İşqal yoxdur ki, bu oyun həm haramdır, həm bu oyunda udulan məbləğ haramdır. Və buyurdu ki, bu haramlığa icma var və həmçinin rivayətlər də mütəvatirdir. Və lakin mərhum şeyx buyurdu, fəfissidqil qimar əleyhi nəzərun lima ərəfdə. Belə bir oyuna qumarın sidq eləməyində işqal var. Yəni, belə bir oyuna, məbləğsiz oyuna qumar deyirlər ya deyilməz, burada nəzərlər müxtəlifdir. Ona görə ki, lima ərəfdə, biz qabaqda oxuduq ki, qumar odur ki, orada bir dənə məbləğ təyin oluna. İndi ki, məbləğ təyin olunmadı, tək burada qumar alətinin istemalı, yəni işlənməkliyi səbəb olmaz ki, biz qumarın mütləq hökmlərini burada qərar verək. Ona görə də buyurur və mücərrədul istemal, yəni tək qumar alətlərini işlətmək la yucibu, səbəb olmaz icrau əhkamul mutləqat, ümumi mütləq hökmləri cari eləməliyə. Yəni, deyək ki, qumarın nə hökmü var, bura şamildir. Vəluv məəl bəna əla əsalətil həqiqə fil istimal. Baxmayaraq ki, bizim məqsədimiz bu ola ki, bir kəlmə istemal oldu bir mənada və o kəlmə orada həqiqətdir. Çünki burada özü bir ixtilafdır. Usul kitablarında oxumuşuq ki, bir kəlmə bir mənada işlənsə, o kəlmə o mənada həqiqətdirmi? Mərhum Seyyid Murtəzanın rəyi bu idi ki, bəli, bir kəlmə bir mənada işlənsə, orada o kəlmə həqiqətdir. Yəni, məcaz deyil, o kəlmə orada həqiqətən işlənir. İndi burada da qumar budur ki, bir məbləğ təyin oluna. Əgər məbləğ təyin olunmasa, bu qumar sözü orada işlənsə, aya burada bu həqiqətən işlənib, yoxsa yox?
Mərhum şeyx buyurur: "Vəlu mə'əl bəna əla əsalətil həqiqə fil istimal." Bənamız bu ola ki, qaydamız bu ola ki, bəli, bir kəlmə ki, bir mənada işlənir, orada həqiqətdir. Nəyə görə? Buyurur və mücərrədul istimal la yucib icra'u əhkamul mutlaqat. Səbəb olmaz bir kəlmə bir mənada işlənəndə ki, o orada olan mütləq hökmləri cari eləməkliyə. Niyə görə səbəb olmaz? Ləquvvətə insirafiha iləl qalib. Çünki qəvi rəy budur ki, o mütləqat şamil olur o fərdin qalib formasına. Yəni o fərd ki, qalibən çox vaxt harda işlənirsə, o mütləqat şamil olar o qalib olan fərdinə. Qalib olan fərd də hansıdır? Min vücudir rəhn filləb biha. Qalib olan fərd də budur ki, əgər bu qumar alətləri işlənsə, oyun oynanılsa və orada rəhn də mövcud ola, orada bir məbləğ də təyin oluna, bu qalib olan formasıdır. İndi hər yerdə qumar alətləri işləndi, o şamil olar. O surətə ki, orada bir məbləğ təyin oluna, onda ona qumar deyərlər. Bunun qalib forması oradır. Əgər orada məbləğ olunmasa, ora şamil olmaz. Və minhu təzhərul xətşə fil istidlal ələl mətləb. Elə buradandır ki, işqal əmələ gəlir. Əgər bir nəfər istidlal eləsə, bu mətləbə desə ki, bi itlaqı nəhi ənilləb bitilkəl alat, deyə ki, nəhi mütləqdir. Nəhi bizə deyir ki, o alətlərlə oyun oynama. Məsələn, rivayət deyir ki, bu alətlərlə, qumar alətləri ilə oyun oynama. Bənaən əla insirafihi iləl mutaarəf. Nəyə görə o mütləq nəhi ilə biz istidlal eləyə bilmərik? Bəna buna görə ki, əla insirafihi iləl mutaarəf. O nəhi ki, mütləqdir, buyurulur, qumar alətləri ilə oyun oynama, o şamil olur mütəarəf olan surətə. Yəni, insanların içində qumarı nəyə deyərlər? Min subutir rəhn. O surətə deyərlər ki, orada rəhn mövcud ola. Yəni, rivayət bizə deyir ki, qumar alətləri ilə oynama, o hansı surətdir? O yerdə ki, əgər bir məbləğ təyin oluna və buyurulur, orada qumar alətləri ilə oyun oynama. Amma birdən orada bir məbləğ təyin olunmasa, o nəhi ki, bizə olunubdur, o ora şamil deyil. Nəm qəd yəb'ud də'vəl insiraf fi rivayət Əbir Rəbi Şami əniş şətrənc və nərd. Bəli, bəiddir bir nəfər iddia eləyə, deyə ki, bu mütləq nəhi şamil olur bu surətə də. O rivayəti ki, Əbi Rəbi Şaminin rivayəti ki, şətrənc və nərd, şahmat və nərdin haqqında sual olanda ki, Həzrət buyurdu, la təqrabuhuma, siz şətrənclə, şahmatla nərdə yaxın durmayın. Qult, ravi deyir ki, mən dedim fəl-qina'u, bəs qina necə? Qalə la xeyrə fihi
orada xeyir yoxdur. La təqrabuhu, ona yaxın durma. Bəs burada da rivayət Əbi Rəbi Şami bəs mövcuddur ki, burada şətrənc, yəni şahmat və nəhddən sual olunanda imam cavabında buyurur ki, onlara yaxın durma və onlara yaxın durma deyəndə bu umumidir. Bu umumidir. Bunlarla oynamaq da olmaz. İndi bunlarla oynamaq deyəndə həm şamildir. Orada məbləğ təyin olunsun və yaxud təyin olunmasın. Fəl-ovla əl-istidlal ələ zalik. Mərhum şeyx buyurur ki, ən yaxşı budur ki, biz istidlal eləyək bu dediyimizə. Hansı dediyimizə? Deyək ki, əgər qumar aləti ilə bir oyun oynanılsa və orada məbləğ də təyin olunmasa, o qumar hesablanır. Nə ilə buna istidlal eləyək? Bəmə təqəddəmə fi rivayəti tuhaful uqul. Məkasibin əvvəlində oxumuşuq. Tuhaful uqulun rivayəti ilə. O rivayət nə idi? Min ənə ma yeci'u minhul fəsad məhsən. Ki, rivayətdə bu deyilmişdi. Əgər bir əməldən məhz fəsad gəlsə, irəli gəlsə, la yecuzu təqallub fihi min cəmi'i vücuhil hərəkat, icazəli deyil həmən oyunda, o oyunu oyun oynayasan, bütün vəclərində. La yecuzu təqallub fihi, yəni icazəli deyil təsərrüf eləyəsən həmən oyunda min cəmi'i vücuhil hərəkat. Bütün vəclərdə, bütün qollarında icazəli deyil. Əgər bir şeydən məhz fəsad lazım gəlirsə. Bunu da alimlər buyururlar ki, burada gərək soğra olsun, kubra olsun və nəticə. Məsələn, burada necə soğra kubra quraq? Məsələn, deyək ki, qumar aləti bir əşyalardılar ki, məhz bunlardan fəsad irəli gəlir. Qumar alətləri bir əşyalardılar ki, məhz bunlar fəsaddır. Bu soğra. Kubra quraq. Deyək ki, hər o şeydən ki, məhz fəsad gəlir, ondan istifadə eləmək haramdır. Nəticə alaq. Deməli, nəticədə qumar alətlərinin bütün vəclərində istifadə eləmək haramdır. İndi bütün vəclər hansı surata şamildir? İstəyir orada məbləğ təyin olunsun, yaxud məbləğ təyin olunmasın. Bəs burada soğra və kubra və nəticəni belə ala bilərik və deyərik ki, fərqi yoxdur. Orada əvəz təyin olunsun, məbləğ təyin olunsun və yaxud olunmasın. Əgər qumar aləti ilə oynanılırsa, orada o qumardır və haramdır və icazəli deyil. Elhamdülillahi Rabbil alemin.